Hər vaxtınız xeyir, xoş gördük hər birinizi. Deməli, Xırdalan dairəsində qanuni 3 otaqlı yeni padmayak, yarı padmayak deyək də, padmayak demək olmaz. Mənzilimiz satışa çıxdı təcili olaraq. Deməli, maşallah texnologiya da inkişaf edir. Şəhərə birbaşa baxışı. Buradan əzbər stadion da görsənir. Gözəl bir panoraması var, yer çəkən mənzildir, yarı təmirlidir. İstədiyiniz bir proyekti verə bilərsiniz. Bəli, başdan deyim, gözlə Ceyhun bəy. Burada vəziyyət nətərdir? Bu bina 3 blokludur. Birinci blok, ikinci blok. Deməli, kupça verilib, bu sonuncu blokdur. Bura qazı da verilibdir. Deməli, burada demək olar ki, il sonuna qədər maksimum götürəm. İl sonuna qədər, yəni dedim ki, bu bloku da kupçalanacaqdır. Çünki MTK eynidir, bəzi bina tikən eyni adamdır. Yəni 2 bloklu deyim ki, kupçalıdır. Bu haləki müqavilədədir. Gözəl proyekti var. Noy otaqda 17-nin 15-idir. Deməli, Xırdalan dairəsinə yenə deyəcəm 20 yanvara yenə 5 dəqiqəlik məsafədir. Giriş hissəsidir. Koridor sistemi burada yerləşir. Deməli, mal material yəqin ki, burada qalar, onu danışmaq olar. Deməli, keçək sizə yataq otağın proyekti sizə göstərim. Deməli, birinci yataq otağıdır. Qanuni 3 otaqdır. Həm şəhərə baxışı var, həm də binanın arxa hissəsinə Heydər Əliyev prospektinin üstüdür. Burada hamam otağı, sanuzeli burada yerləşir. Hamam otağı bir yerdədir və mətbəxi. Mətbəxdən də dəyərli müştərilərimiz eyvanı. Həm mətbəxdən, həm də yataq otağına eyvana çıxışı var və qazın çocuğunu da çəkək, təqdim eləyək. Binanın içində Sigma lifti var. Kupçalaşma da belə deyim, tam yaşayış olundan sonra burada yəqin ki, %100 burada kupça verəcək. Sonuncu yataq otağıdır. Qanuni 3 otaqdır, 117 kvadratı. Kvadratı 1128 manata. Vallahi bu dəqiqə 1128 manata tapmaq olmur. Yəni biz bu işin içində 1128 manatdan yoxdur. Yəni padmayak mənzillərimiz yoxdur. Hasar var. Günün istənilən vaxtı narahat eləyə bilərsiniz. Gecə saat 12-də yox, gün ərzində nə vaxt istəsəniz narahat elə. Əziyyəti yoxdur. Qapını açacaq, mənzili sizə təqdim edəcək, göstərəcək. Bu günlük bu qədər, sağ olun, var olun.